Mənim 50 yaşım var. Mənim dizlərimdə ağrılar var, oynaqlarımda, dizlərimdə ağrılar var. Onu doktora mən necə müraciət eləyərdim? Zəhmət olmasa mənə bir yol göstərərdiniz də. Doktora deyərdim onu Sağ olun. Buyurun doktor. oynaqlarımda, 50 dizlərimdə. yaşı var, diz ağrılarından əziyyət çəkir. Çox sağ ol xanım. Diz ağrılarından bir məlhəm deyəcəm. Onu da ilk dəfə deyirəm. Götürürsünüz 2 ədəd limonu, onu doğrayırsınız. 4 stəkan su əlavə edirsiniz, qaynadırsınız 15 dəqiqə. Sonra onun qabığını sıxırsınız və isti-isti ayrı bir limon şirəsi bərabər miqdarda zeytun yağından qatırsınız. Əvvəlcə ağrıyan dizinizin ağrıyan hissəsinə çəkirsiniz onu. Sonra həmin isti-isti o limonun qabığını bağlayırsınız ora. Üstündən də strişlə bağlayırsınız, üstündən də yun şal bağlayırsınız. Və ilk gündən hiss eləyəcəksiniz onu. Təbii orada mənə əlaqə saxlayarsınız. İdman hərəkətləri də var onu eləyəndən sonra ki, dizin hansı idman hərəkətlərini eləmək lazımdır. Çox qısa müddətdə ağrılardan azad olacaqsınız. Əgər köhlü dəyişiklik varsa orada, təbii ki, onda mütləq gələcəksiniz Doktor Seyfəddin klinikasına. Orada ola bilsin ki, yanaşı olaraq da ağrı zəhərindən istifadə elədik. Əgər ağrılar güclü olarsa, dəyişiklik çox olarsa.